Ötən gün İran futbol çempionatının son turunda dünya futbol tarixində görülməmiş rəzalət baş verib. Belə ki, Traktor Sazi komandasının çempion olmasını istəməyən İran Futbol Federasiyası stadionda yalan məlumat yayaraq Təbriz komandasının çempionluğunun qarşısını alıb. 57 xalla turnir cədvəlinə başçılıq edən Təbrizin Traktor Sazi klubu öz meydanında eyni xala malik Neft Tehran komandasını qəbul edib. Cənubi Azərbaycan klubu bu oyunda qalib gələcəyi təqdirdə ilk dəfə İran çempionu olacaqdı. Qarşılaşmanın başa çatmasına 15 dəqiqə qalmış Traktor Sazi hesabda irəlidə olsa da, komandanın oyuncularından biri müəmmalı şəkildə qırmızı kart görür. Bundan sonra azlıqda qalan Traktor Sazi 2 top buraxır. Oyun 3-3 hesabı ilə başa çatıb. Son turda öz meydanında Saypaya 2-0 hesabı ilə qalib gələn Sepahan 59 xalla İran çempionu olub. Təbrizdəki qarşılaşma başa çatan kimi Traktor Sazi futbolçularının və azarkeşlərin çempionluğu qeyd etməsi oyunu televiziyadan izləyənləri çaşbaş salıb. Bazi həm be etmam mirəsə. Sonradan məlum olub ki, oyunun son dəqiqələrində Traktor Sazi komandasına verilən yalan məlumat nəticəsində Təbriz komandası özünü çempion hesab edərək maçı sadəcə başa çatdırmağa çalışıb. Traktor Saziyə verilən yalan məlumat eyni zamanda keçirilən Saypa və Sepahan komandaları arasındakı maçın nəticəsi ilə bağlı olub. Futbol Federasiyasının əməkdaşları Traktor Sazi məşqçilərinə Sepahan Saypa oyununun heç-heçə sonlandığını bildirib. Halbuki həmin oyunda Sepahan 2-0 hesabı ilə qalib gəlib. Traktor Sazinin baş məşqçisi Antonio Oliveira komandasının çempion olduğunu düşündüyü üçün oyunculardan geri çəkilib, sadəcə nəticəni qorumağı tapşırıb. İranın xəbər agentliyi İSNA-nın məlumatına görə maçın son dəqiqələrində Təbriz stadionunda bütün internet, televiziya, radio və hətta mobil telefon əlaqələri kəsilib. Aldadıldıqlarını öyrənən 80 min Traktor Sazi tərəfdarı qəzəblənib. Azarkeşlər və polis arasında qarşıdurma baş verib. Yayılan məlumata görə qarşıdurmalar nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Şərqi Azərbaycan vilayətinin valisi vəziyyətin idarə edilməz bir hal aldığını görüncə, televiziyada canlı yayıma çıxaraq Traktor komandasına edilən ədalətsizliyi və şiddəti görməzdən gələrək milləti sakitləşməyə dəvət edib. Səbuhi Turan, ATV Xəbər.